Biz isə davam edirik. Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə kəndə 34 ailə 141 nəfər köçürülüb. Yenidən qurulan Sarıcalıya köç edənlər Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bugün eyni zamanda Xocalı rayonunun Ballıca kəndinə də köç karvanı yola salınıb. Ballıcaya 21 ailə 83 nəfər köçürülüb. Doğma ata yurduma gelirəm. O 29 il yataqxanada qaldım, 6 nəfər bir otaqda qalmışıq. İnna Allah'a şükür ev veriblər, həyat veriblər. İndi gelirəm öz həyatımda, öz elimdə, ovamda qalan ömrümü davam elətdirməyə. Çox xoşbaxtım, çox sevincliyəm ki, doğma torpaqlarımıza qaydırıq. Allah prezidentimizin canını sağ eləsin, başda prezidentimiz olmaqla bütün xalqım sağ olsun, bütün ordumuz sağ olsun, şəhidlərimizə Allah rəhmət eləsin. Çox sevinirik, sevincimiz də var, kədərimiz də var, sevincimiz torpağımıza qaydırıq, şükür Allahın dərgahına. Şəhidlərimizin qana baxasına qaydırıq. Allah şəhidlərimizin ruhunu şad eləsin, ruhu qavanda baş əyirik. 28 yaşında oradan çıxmışam, cavanlığım orada keçib. İndi 32 ildən sonra qaydırıq öz kəndimizə, elimizə, obamıza, çox sevinirik. İndi biz Ağdama bağlanırıq. Əməkdaşımız Elnur Tofiq doğma yurda yola salınan ailələrin sevincini bizimlə bölüşəcək. Buyurun Elnur, sizi eşidirik, efirdəsiz. Bəli, Ağdamdayıq, daha dəqiq ünvanla desək, işğaldan azad olunmuş ərazilərimizə giriş postunda. Bu giriş postu çox əhəmiyyətli hadisələrə, əlamətlər, günlərə şahidliyini etməkdə davam edir. Bugün daha 2 yaşayış məntəqəmizə doğma sakinlər geri dönəcək. Belə ki, ümumilikdə 55 ailə həm Ağdam rayonunun Sarıcalı kəndinə, həm də Xocalı rayonunun Ballıca kəndinə əbəd olaraq geri dönəcəklər və məlumat üçün bildirmək istəyirəm ki, Sarıcalıya 34 ailə 141 nəfər, Ballıca kəndinə isə 21 ailə 83 nəfər geri dönmüş olacaq. Ölkənin fərqli ünvanlarında, yataqxanalarda, ağır həyat şəraitində yaşayan keçmiş məcburi köçkünlərdir bu geri qayıdan insanlar. İndi görüntülərdən görürsünüz, həmin insanların bir zamanlar İşğal dönəmində 3-10 illik öncə yüklərini necə ki götürüb bu ərazilərdən ermənilər tərəfindən qovulmuşdular. Bugün dövlətimizin gücü sayəsində onların ermənilər tərəfindən dağıdıldığı, məhv edildiyi yaşayış məntəqələri də təmir olunub, bərpa olunub və əsaslı təmirdən sonra sakinləri geri dönür və bu yük maşınları onların ev əşyalarını, yüklərini geri qaytarır. Əlbəttə, ASTV komandası olaraq biz də buradayıq və onların təəssüratlarını, sevinclərini öyrənəcəyik, bölüşəcəyik. Ümumilikdə həm Qarabağ, həm də Şərqi Zəngəzurda bura geri dönmüş, keçmiş məcburi köçkünlərlə yanaşı bu torpaqların qurulmasında iştirak edən, həmçinin burada yaradılmış qurumların əməkdaşları ilə birlikdə 40 mindən artıq insan məskunlaşıb və mütləq şəkildə qarşıdakı xəbər saatlarımızda reportajımız da olacaq Sarıcalı kəndindən, orada yaradılmış şəraitlə bağlı. Ağdamdan isə çatdırmaq istədiklərim bunlardan ibarətdir. Sözü yenidən sizə veririk. Təşəkkür edirik Elnur, sizə ən son məlumatlara görə.